Həyatda xoşbəxt yaşamağın növbəti ən vacib şərti. Biz heç kimə, heç nəyi sübut etmək istəmirik. Yadda saxlayın. İnsan beyni bizi həyatda tutmaq üçün proqramlanmış bir orqandır. Beyin. Biz ona sahib çıxmayana qədər bizi yaşadır. Psixologiya beynin davranış və hərəkətləri tənzimləməsinin onu öğrenen bir elmdir. Yani bizim necə işlədiyimizi öğrenen bir elmdir. Yani bak bu insan adlı, bu beden adlı, bu beyin adlı, bu aparatı necə işləməsini öğrenen bir elmdir. Yani bu aparatı başkası bilirsə necə işləyir. Deməli o da bizim beynimizi idarə eləyə bilir. Amma hər kəs həm də özünün psixoloq olmalıdır. Bilməlidir ki, mənim bu beynim necə işləyir. Mən niyə acıyıram, mən niyə sevirəm, mən niyə susuyuram. Yəni bunun üçün sənə psixoloq lazım deyil. Sən gərək özünün əlindəki telefon kimi özünün də işləmə mexanizmini biləsən. Psixologiya budur. Səndən onu uzaq tutublar və psixoloq tutublar. Gərək psixoloq yanına gedəsən. Sən bu telefonu almısan. Sən bunun dilini bilməlisən. Bunun dilini bilmək psixologiya elmidir. Yəni sənin, bax necə bu telefon bilməsən funksiyalarının işlətməyi. Bunu işlədə bilmirsən. Bəli, bax sənin də bax onu kimi bir kitabın var. Onun adı psixologiyadır. Kimsə psixoloq ola bilər. Amma sən bunu öyrənməlisən. Bunu bizdən uzaq tutublar. Amma sən bunu bilməlisən. Sən bir şeyi bilməlisən ki, sən həyatda yaşadığın zaman dövr ərzində səni beynin idarə edir. Bəli, beyin heç zaman istəməz ki, öz bildiklərini güzəştə getsin. Ona görə də kiməsə nəyisə sübut eləməyə çalışmaq özü bir axmaqlıqdır. Bəli, bizim heç kimlə işimiz yoxdur. Biz heç kimə sübut eləmək istəmirik. Sadəcə kimsə gəlib bizə dəyməsin. Beyin kompromisə getməyi xoşlamır. Beyin səhər-səhər televizora açıb, orada nəsə görüb həyatında dəyişiklik eləmək üçün açmır o televizoru. Və yaxud qəzeti açıb, orada yeni bir şey oxuyub dəyişmək üçün eləmir, oxumur. Beyin öz inandığı, əmin olduğu şeyi daha da möhkəmlətmək üçün bunu eləyir. Və mən sizə əmin eləyirəm. Bugün rəhmətli Məhəmməd Peyğəmbər gəlib gəlsə heç kim ölməyib. Zaman deyə bir şey yoxdur. Hamı sağdır. Biz sadəcə zamanda hərəkət eləyə bilmirik. Bəli, bir zaman maşını çıxsa, o rəhmətli gəlib desə ki, kişi, mən bu kitabı yazmamışam da, bu sözlər mənə aid deyil. İnanın, əmin olun, onu daşa basacaqlar, deyəcəklər ki, kişi, çıx ged o yana. Belədir insan beyni. İnsan beyninin köləsidir, qardaşlar. İnsan beyninin köləsidir. Ne zaman sen değişebilirsen, sen artık anlayırsan ki, kişi, mən müstəqil bir adamam, kişi, mən idarə olunuram beynim tərəfindən və o zaman sen kənardan baxırsan, şuur nədir, şuur altı nədir, avtopilot nədir, bax, dəyişmək istəyirsən. O zaman sen artık aldığın məlumatı analiz edirsən, süzgəcdən keçirdirsən və ona görə dəyişirsən. Bu həyatda 100 yox, mində bir insanın belə deyək, eləyə biləcəyi şeydir. Çünki hər kəs beyninin köləsidir. Hər kəs beyninin dediyini icra edir. Ona görə deyib, bu cümləni 1 milyon dəfədir deyirəm. Bir fikri öldürmək 100 adamı öldürməkdən çətindir. Ona görə bugün bu cəmiyyətdə hər kəs fikrinin köləsidir. Hər kəs fikrinin acizidir. Hər kəs beyninin köləsidir. Başa düşürsünüz, bu reallıqdır. Beyninin köləsidir kişi. Beyninin bu reallıqdır. Çünki dayanıb düşünmək və fikrə qalib gəlmək mümkündür. Kimin beyninə nə fikir soxublar, onun köləsidir. Ona görə tutub ağzın gedir hərə bir tərəfə. Cəsarət isə kimisə soxmaq deyil, kimisə söymək, kimisə gəlib təhqir eləmək, şərh yazmaq. Cəsarət dayanıb beyində gedən savaşda bir kəlmə durub ona belə yerini göstərməkdir ki, sən deyil ola, bu fikir mənimdir yoxsa yox. Bəli, bu belədir. Ona görə də
heç kimə baş qoşmuyorum. Bəli, mənə baxmayın. Mən çatdırıram. Yəni mən fikirləri çatdırıram. Mən deyirəm, mən bilirəm ki, insanlığa böyük fayda verirəm. Ona görə mən belə deyək, əlimdən gələni eləyirəm. Amma siz mənə baxmayın. Mümkün deyil. Bəli, insanlıq beyninin köləsidir. Əminliklə deyirəm sizə. Bunu hər kəs bir gün başa düşəcək.